Lüstrun qoşulmasında əsas odur ki, lüstrlara xətt atanda mütləq şəkildə torpaqlama xətti də atmaq lazımdır. Bax, görürsünüz, bu iki vəziyyət lüstrdur. Amma mən bura bir dənə əlavə torpaqlama üçün də xətt atmışam. Lüstrlar nə vaxtsa silinir də, indi yaşayış onda silirlər, əl toxunur, təmas olunur, insan təmas olunur buna. Cəryan insana vurmasın deyə əlavə ola bilər, izolyasiya problemi olar, ya patronlarda nə vaxtsa işlənib xarab olanda gövdəyə, metal gövdəyə lüstrun özünə cəryan axıntısı olmasın, sızıntı olmasın deyə siləndə insanı vurmasın. Ona görə də mütləq şəkildə ümumiyyətlə asma çılçıraqlara, divardakı buralara torpaqlama da vermək lazımdır. Çünki lüstrların özündə də var, o dəstəkləyir, xətt qoyublar, istehsalçılar xətt qoyub torpaqlama yeri, düyün nöqtəsi var, yəni torpaqlama da dəstəkləyir, qoşulmalıdır mütləq. Qəşəng lüstr. Eyni zamanda bu buralara da, bu era divar çılçırağıdır, divar tipli. Əksəriyyəti metal gövdəlidir. Bunlara da torpaqlama vermək lazımdır. Mən hamısına torpaqlama da vermişəm.